Bilirsən, hər qadına lazım deyil bu türməni yaşatmaq. Bunlar bu günləri sözlərini, dediklərinə görə həbsə atılıblar. İmam Ehsanı paylayan kişi həbs olunur. Başa düşmürəm, siz nə etmək istəyirsiniz bu ölkədə? İlham Əliyev, sənin siyasətin yoxdur, başa düşdüysən, kayıfıllasan, bu ölkəni avtopilota qoymuşsan, buraxmışsan, ölkə başlı-başına idarə olunur. Ay kişi, bu kişini siz şərləmişsiniz də, 2019-cu ildə bu mehmanı siz şərləmişdiniz. Bunun üçün xalq çıxdı ki, 19 yanvar mitingində aləmi dağıdandan sonra attınız zadniyə, çıxartdınız, bıraxdınız. Şərrinizi götürdünüz adamla. Adamın anasını da öldürdünüz. Adamın anasını erməni də dediniz. Sonra deyirsən ki, mehman niyə söyürsən? Kişi niyə söybəsin sizi? Adamın anasını da kimi öldürdünüz? Mehmandan getmirək tək söhbət. Nə qədər adamı bunlar repressiya yaşadıblar? Nə qədər ailələr dağıdıblar bunlar? Nə qədər adamı şantaj ediblər pasteli ilə? Nə qədər siyasətçini pasteli ilə yığışdırıblar bu insanlar? Bunlar mündardılar da Avropada birinci birləşməli. Fərqi yoxdur, sən ağaçəpəkçisən, musavatçısan, ADR-çisən, nə bilim, hansısa bir təşkilatçısan, fərqi yoxdur. Mən heç bir partiyanın üzvü deyiləm. Bir Azərbaycan vətəndaşıyam, sənin kimi. Qardaş, bu mücadilədir. Biz əgər bir günlər diktator oradan devirmək istəyiriksə, biz hamımız birləşməliyik. Strasburqda çadırlar açılmalıdır, hər yerdə, Avropanın hər bir yerində. Bu günləri hər birimiz əgər birləşsək, bir ortama gəlsək, biz birlik yaratsaq, İlham Əliyevi, Azərbaycan xalqı da oradan görəcək ki, Avropada birləşiblər, biz də qalxmalıyıq ayağa. Bura kanslerin binasının önüdür, Mert'in. Bax, Mert buradan keçir, gedir işə. Bizi bir dənə yol ayırır, polis orada dayanır. Polis oranı qoruya bilər. Bura heç nə eləmir də, düzdür? Bura qorunan zonadır. Amma Azərbaycanda deyildi. Sən Azərbaycanda prezident aparatına yəni yaxınlaşa bilməzsən, səni hansısa bir şüar da səsləndirə bilməzsən. Bax, bu da bizim qızlarımızın, günahsız xanımlarımızın, bu jurnalist xanımlarımızdır. Bu insanlar, qardaş, Azərbaycan xalqının sözünü çatdırıblar. Mehmanın sözünü deyiblər, qaziləri, şəhid ailələrinin, tərtər hadisələrinin, kişi, Nardaranın, hamısını işıqlandırıb bu qızlar, İsmaillah hadisəsini. Bu günləri bunlar zindandadır, mən səslənirəm, bu günlər özünə, mən aktivistəm, mən siyasətçiyəm, zırt pırt. Haradasınız siz? Niyə bu qızlar zindandadır? Nə üçün? Niyə bu hicablılar bu günləri zindandadır? Ay dindarlar, ay 17 rükət namaz qılanlar, haradasınız? Siz güya bunlardan biraz qala qalırsınız? Yox. Siz deyirsiniz ki, Allah var, Allaha qurban olmalım. Siz Allahdan qorxmursunuz. Deyil ki, ilhamdan qorxduğunuz qədər. Qardaş, burada bilsən nə qədər adam olmalıydı? Ən az 1000, 2000, 3000, 4000. Berlində bilsən nə qədər siyasətçilər var. Nə qədər siyasi gəlib oturum alanlar var. Haram olsun bunların əməyi sizə. Mesaj nəyədir? İlham Əliyev, azad et. Mehriban Əliyev, sən də bir xanımsan, sən də azad etməlisən. Sizin boynunuzun borcudur ki, 15 xanım, 9 jurnalist, 6 inazlı xanım azad olunmalıdır bu günləri. Qeyri-şərtsiz. Aksiyanın məqsədi 9 jurnalistimizin həbsdən azad olunması, 6 inanclı xanımın qeyri-şərtsiz azadlıqdan buraxılmasıdır. Çünki bu insanlar günahsız yerə şərləniblər. Bizim İlham Əliyevdən tələbimiz yeganə budur ki, 15 xanımı dərhal qeyri-şərtsiz azad et. Onların heç bir günahı yoxdur. Kişinin həyfini qadından almazlar İlham Əliyev. Və bu aclıq aksiyası da davamlı gedəcək. Çünki bu xanımlar azad olunmayana kimi biz də Allah Taala bizə nə qədər güc verir, o qədər də aclığı davam elətdirəcəyik. Deməli, aksiyamız Almaniyanın Berlin şəhərində kanslerin iqamətgahının önündədir. Yəni girişində seçmişik bu yeri. Çünki kansler hər gün işə gələrkən görsün, deputatlar bu yoldan çox istifadə edirlər, bu şüarlar görünsün və aksiyamızı bu yerə salmamızda da ki, mühüm bir məsələ var ki, turistlərin daha çox gəzdiyi yerdir və bildiyi yerdir bura. Və Alman mediaları gəlib maraqlanır, Mehman bəy. Alman medialarına müsahibələr verir və deputatlar söz veriblər ki, gəlib aksiyada iştirak eləyəcəklər, öz mövqeylərini bildirəcəklər. Bizim məqsədimiz dünyaya çatdırmaqdır ki, İlham Əliyev 15 xanımı günahsız yerə həbs edib.
Bilirsiniz, İlham Əliyevi biz yaxşı tanıyırıq. İlham Əliyevin Avropada küllü miqdarda pulları var və əgər dünya liderləri İlham Əliyevə güc göstərərsə, təbii ki, baskılar olarsa İlham Əliyev açıb buraxacaq onları. Çünki İlham Əliyev öz pullarını itirmək sərf eləmir. İlham Əliyev belə necə deyək, İlham Əliyevi söy, amma pulunu əlindən alma. İlham Əliyev söyüşü qəbul eləyir. Özü rahat da həzm eləyir, amma pulunu əldə etmir. Ona görə də məncə, bəli, bu baskılar olmalıdır və digər qardaşlarımız da gələcək, bu çadırların sayı daha da çoxalacaq. Biz daha da çox güclü İlham Əliyevə baskı törədəcəyik. Azərbaycanda məlum məsələdir ki, Mehman bəy, biriləri heç kim çıxa bilmir çölə, öz etirazlarını eləyə bilmir. Biz Azərbaycandakilərə yalnız bizim videoları paylaşmaqla, bizə dəstək olmaqla, bu kimi müraciət edə bilər. Amma Avropada siyasi mühacir adı altında biriləri yaşayanlar və yaxud da qaçıb gizlənənlər, onlara deyirəm ki, heç olmasa əlinizi vicdana qoyun, gəlin ortaya. Gəlin heç olmasa əlimizi bu daşın altına salaq, bu daşı ortadan götürüb salaq qırağa ki, bu 15 xanım, 9-cu jurnalist, 6 inancılı xanımlarımız qeyri-şərtsiz azadlığa buraxılsın. Çünki azadlıq onların haqqıdır. Jurnalistlərimiz biriləri qələmlə yazıblar. Sən özün də yaxşı tanıyırsan hamısını, Mehman. Bu xanımlar şəhid ailələrini, qazi ailələrini, xalqın problemlərini işıqlandıran xanımlardır. Bunlar xalqa, belə deyək də, bu günləri yanında olublar. Bunlar xalqa mikrofon uzadıblar, silah uzatmayıblar. Və əslində bunu İlham Əliyev gözəl bilir ki, bu xanımların heç bir günahı yoxdur. Amma Azərbaycanda azad medianı məhv etməsi üçün bu işə əl atıb bu adam. Ona görə də hər bir Azərbaycanlı, fərqi yoxdur iqlimdən, cinsindən, bu xanımlar üçün mübarizəyə qalxmalıdır. Biz bu xanımların azadlığını istəyirik. İyun ayının 15-dən Almaniyanın paytaxtı Berlin şəhərində Bundeskanslerin qarşısında aclıq aksiyasına start vermişik. Artıq biz 4 gündür ki, buradayıq. Bizim tələbimiz Azərbaycanda peşə fəaliyyətinə görə şəhərlənib həbs olunan 9 jurnalist xanım və öz inancına görə şəhərlənib həbs olunan bu rejim tərəfindən 9 inanclı xanımın azadlığını tələb edirik. İlham Əliyev o qədər qorxur ki, hətta inanclı xanımları belə həbs edib. Əzəm vətənlər, bu xanımların heç bir günahı yox idi. Onların günahı Əliyev rejiminin Azərbaycanda, Azərbaycan xalqına etdiyi zülmü çəkib paylaşmaq olub. Bunların peşə fəaliyyətinə görə həbs ediblər. Bunlar heç bir partiyaya mənsub deyildi, bunlar heç bir vəzifə iddiasına deyildi, bunlar rüşvətxor deyildi, bizim məmurlar kimi bunlar yalancı deyildi. Sadəcə olaraq Azərbaycanda olan haqsızlıqları bu xanımları çəkib paylaşırdı. Bunun kimi yüzlərlə Azərbaycan həbsxanasında siyasi fəallar var, jurnalistlər var ki, bu Əliyev rejimi tərəfindən şəhərlənib həbs olunub. Mən İlham Əliyevə sözüm yoxdur. Niyə görə sözüm yoxdur? Bu insan zaten xalqı eşitmir. Bu insan demişdi ki, Azərbaycan gəncləri, Azərbaycanda olan problemləri işıqlandırın, mənə siqnal verin. Biz siqnal verməkdən siqnalımız qırıldı. 2020-ci il Münihində biz onun qarşısına çıxdıq, siqnal verdik, qışqırdıq, bağırdıq, bizi dinləmədi. 2023-cü il yenə Münih Assambleyasında Almaniyaya gəlmişdi. Orada da çıxdıq qarşısına, dəfələrlə çağırış etdik, bizi qəbul etməsini istədik. Qəbul etmədi. Bu Azərbaycan xalqını dinləmək istəmir. Bunu Azərbaycan xalqını düşman görür. Mənim sözüm Azərbaycan xalqınadır. Azərbaycan xalqı biz bir olub öz haqqımızı tələb etməsək, bizim yerimizə heç kim gələn deyil. Almaniyadan 10 min Alman gəlib bizim yerimizə orada mitinglər edib, dilənib öz haqlarımızı tələb edən deyil. Avropada olan əsasən də siyasi fəaliyyətinə görə oradan bura mühacirət edən Azərbaycanlılara sözüm. Gəlin bizə dəstək olun. Bu əsas bir proseslərdən, başlanğıclardan biridir. Biz neydənsə başlamalıyıq, biz həmrəy olmalıyıq. Biz oradan bura qaçıb gəlmişik, indi burada yeyib-içib keyfləmək üçün gəlməmişik ki, vətənimiz orada qanlar içində qalıb. Vətəndaşlarımız çıxıb burada bir aksiya eləyə bilmir. 500 nəfərə artıq orada insanımız siyasi fəaliyyətinə görə, siyasi düşüncələrinə görə azad söz dediyi üçün həbs olunub. Siz də gəlin, biz tək qoymayın burada. Axı biz 3 nəfər, 10 nəfər, 15 nəfərdən ibarət deyilik. Biz burada minlərlə, biz burada çox olmalıyıq. Haqq səsimizi deyirəm ha. Bütün dünyaya çatdırmalıyıq. Azərbaycan bizim vətənimizdir. Əliyevlərin mülkü deyil. Xahiş edirəm sizdən, dəstək olun. Dəstək olun bizim birliyimizə, bu İlham Əliyev bu xanımlarımızı ilk öncə azad etsin. Yazıqdır bu xanımlara, heç bir günahı yoxdur. Bu aksiyaya ona görə qoşulmuşuq ki, bu Ali Baş Quldurbaşı İlham Əliyev bizim bu fidan bazılarımızı həbsdə olan, nahaqdan, girovluqda olan, daha doğrusu 15 xanımları azad etsin, azadlığına nail olmaq üçün. Buradan mühacirlərə və xalqa xahişimiz və sözümüz odur ki, bizlərə dəstək olun, bizlərə yanında olun. Çünki bu rejim zaten bizlərin yanında deyil, haqqın yanında deyil.
Yəni kişilərimizdən qurtardılar, kişilər indi qadınlarımızı həbs edirlər. Bugünkü gündə bizim burada aksiyanı keçirməyimizin səbəbi, məqsədi odur ki, həm Avropanın, həm ictimaiyyətin, həm beynəlxalq ictimaiyyətin, həm Avropa Şurasının, həm Almaniya dövlətinin biz onu göstərmək istəyirik ki, İlham Əliyev ki, çıxır deyir, demokratiya var mənim ölkəmdə, demokratiyanı bu cürünə qurub İlham Əliyev. Gördünüz? Yəni vətəndaşımızın, mən bir şey izah eləmək istəyirəm. Bu gördüyünüz qardaşımız, əzizimiz Əlildir, gözdən Əlildir. 4 gündə burada aclıq aksiyası keçirdi. Vallahi mən utanıram, bir vətəndaş olaraq, insan olaraq utanıram, xəcalət çəkirəm ki, normal ayağı üstündə olan insanlar, yəni gəlib burada siyasi mühacir alanlar, vallahi utanın, vallahi əyibdir, o kişilərin haqqına girmişsiniz. Və bir gün bu tutulan xanımlar var, and olsun Allaha siz onların haqqına girmişsiniz və haqqını da yemişsiniz. Bir günləri onların haqqını ödəmək vaxtıdır. Gələcəksiniz bura, çıxacaqsınız. Necə ki o qardaşı bir günləri ambulansı mindirdilər, apardılar. Zəhmət çəkəcəksiniz, onun kimi siz də gələcəksiniz burada. Siz də burada iştirak edəcəksiniz. Sizi də mən kimi mindirəcəklər, ambulansa aparacaqlar. Nə gələcək başımıza Allah bilir. Nə üçün ki, İlham Əliyev xalqı bu cürünə öldürür, bu cürünə məhvəl. Bax, onun qeyrəti bugünkü gündə qəbul eləmədi. Onun qeyrəti, onun gözü 550 kilometr yolu gəlmək. Ay kişi Berlində yaşayırsınız, adınızı çəkək gərək bir-bir, əyib olsun sizin üçün. İstəyir dindarı, istəyir dindar olmayanı, istəyir müxalifətçisi, istəyir müxalifətçi olmayan. Vallahi əyibdir. Biz özümüzə görə gəlib çıxmamışıq buraya. Sabahları Orxan bəy məsələm üçün, başqaları, ya məsələm üçün mən siyasətdən dayanan kimi, siyasəti bir kənara qoyan kimi deyəcəksiniz ki, hakimiyyətdən pul aldılar, bələlərlə. Gələ də çıxmışıq da, mübarizə aparıydı, gəl qoşul da, gəl qoşul da. Etiraz eləməni ilə bir yerdə. Qalsınlar bunlar, günah deyil. Zərrə qədər də olsun, çoxsa bir Allahdan qorxuvuz olsun sizin. Nə vaxta qədər belə olacaq? Belə olur deyək, gələ də tutublar da, şərliyiblər, hamısı basıblar. Üzr istəyirəm, gözəl göhçək xanımlarımızı salıblar. Bir günləri onların valideynlərinin yanında olmaq vaxtlarıdır. Bir günləri onun jurnalistika onun peşəsidir. Bir günləri haqsızlığa göz yummadığına görə, bir gün o əzizlərimiz şərləndilər, həbs olundular, girdilər içəri. Bir günlər gəlin, atın ətəyimizdən daşı, bir vətəndaş olaraq, insan olaraq, gəlin, insan kimi bu insanları müdafiə edin. Vallahi billahi əyibdir, Allah qarşısında cavab verəcək. Ne üçün ki, onlar həbsdə olduq müddətcə bizə nə rahatlığımız olmalıdır, ne də ki, hakimiyyətin rahatlığına haram qatmalıyıq. Necə ki, bu xalqın rahatlığına haram qatıblar, yuxusuna haram eləyiblər. Gecə bu gündüz milyonlarla İlham Əliyevin oğlu 75 milyon dollar ölkədən pul çağırtdı və hələ görünən hissəsi budur ya. 500 milyon dollara mehriban əl. Bu qızlar onları ələməyib, oğramayıb. Bunların atlarını qoydular ki, göyə xaricdən pul alıb. Yalansa sizin üzvüzə lənət. Xalqı bözdür, milləti böhtan atdınız. Millətin balalarını şərlədiniz. Qutarın bu şeyləri. Bu millət azad yaşamaq istəyir. Baxın da, utanın, görün ki, bu boyda prezident iqamətgahının qabağında 3 dənə çadır qurulub. Şəkillər qoyulub bura. Gəlib sənin müdaxilə eləyən yox, bir söz deyən yox. Sən oturmuşsan, öz etirazlarını bildirirsən burada. Ancaq Azərbaycan hakimiyyəti bir neticə çağırtmır ki, mənim vətəndaşım gedib burada mənim. Ya bizim hakimiyyəti niyə pisdir? Küç sənin boş ver. Sən özün istəyirsən bunu. Əgər istəmirsənsə bıraq, bizi çıxır gedək. Çıxın əzizlərim, vallahi çıxmaq vaxtıdır. Heç kim deyə bilməz ki, mənim qapım döyülməyəcək. Qapı çoxdan dökülüb. Bir insan videonun altından şəh yaza bilmirsə, like qoya bilmirsə, paylaşa bilmirsə, and olsun Allaha, o ölkənin daxilində həbsdədir. Necə ki, Həcc Talih demişsə, kiçik zindandan böyük zindana. Azərbaycan bizim üçün böyük zindandır, ora bizim üçün kiçik zindandır. Birinci böyük zindanı düzəltməliyik, azad eləməliyik. Yoxsa kiçik zindanda nə var? Tutur, atır səni 4 divar arasında saxlayır. Əsas odur ki, gəl bu böyük zindanda baş girir bu zalimların əlində. Necə ki, Maviyə var idi, Yezid var idi, bugünkü zamananın Maviyəsi də var, Yezid də var.